Şoşi, icazə verin. Ha, Mən bu sağlığı içim, şəxsən sənin sağlığa. sağ ol. Çünki biz bir yağdan sənin şotuva qəşən yiyirik, içirik. Mən bu yaxınlarda kitabım çıxacaq Şəmi. Aha. Kitabın adı belədir ki, neynəməli ki, ana bətnində neynəyək ki, uşaq dünyaya gələndən sonra böyüklərin üzündə nankör olmasın. Öyle kitap olur. Bəli, mənim kitabım çıxacaq bu yaxında. Sən də adı orada qeyd edəcəm ki, sən necə gözəl ana bətnində tərbiyə almısan ki, nankör olmamısan. Sən sağlığa. Şəmi, ayaq üstəsən bir dəyə hel verməyə, zəhmət olmasa. Allah Sağ ol. Allah. Yaxşı bu. Sən sağlığa, Şoşi. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Qara dənizin sahilində qırmızı çaxır. Sağ olun, sağ olun. Bu iyi anlıyorsun Aygın. Felaket. Hə. Ged oradan afisanta denen bir paprız getirsin bana. Alınan söhbət deyil Şəmi. Bu. Bu siqaret sağlamlığa ziyan deyil. Ona mən də vasitəçi olmaq istəmirəm də. Vasitəçi olmaq məhcurdur, məhcur. Başa düşdün? Ay. Canan haramdır, sağda halaldır. Buna ne oldu be? Bu sərhəddi keçən kimi söndür. Ne oldu be? Sən içkiliyəm, mənə fikir ver. Bak ağzına gelen danışır gene. Tika. Buyur can, buyur. Ha. Kaldırıram bu badeyi. Aha. Sen müəllim. Bəli. Ben senin kiçik xalan oğlunam ama diyeceğim. Aha, buyur, buyur. Seherden fikir veririm ki ben kazinoda pul udandan sonra Aha. hamınız böyle pis açıksa diyeceğim. Başlamışsınız beni hürmetli tutmağa, Aha. biraz yaltaklanmağa değil. Hamınız benim sağlığıma içirsiniz. Evet. Ben böyle görürüm ki pul çok hürmetli bir şeydir. İnsanın hürmetini de tutan puldur. Eğer senin pulun varsa sen hürmetli adamsan. Ve bu sağlığımı içmek istedim teze çıkan 200'lüğün sağlığına. Evet. Çünkü pul hürmetli olduğu için o teze çıkan 200'lüğün sağlığına bu badeleri kaldırak. Sağ ol, Şoşi, Ha, sağ ol. Şoşi. Sağ ol. Ağzına gelen danışırsan ama kaldırak, kaldırak. Kurban Sağ ol. Yani hürmetli tutan insanı puldur. Bəli, bəli. Qurban olum, mən də bir sağlıq demək istəyirəm. Otur söz, narahat olma. Əlöfənlərin çox olsun, yox taşarıq. Deməli bu Şoşu qardaşımız dedi ki, mənim pulum olandan sonra mənə hörmət eləyirlər. Kişi düz deyir, yəni yalan demir. Amma mən Şoşuya bir söz demək istəyirəm. Yəni biləsən ki, sənin əvvəl pulun olmayanda da, indi pulun olanda da yeganə oğlanam ki, mən sənə hələ də hörmət eləmirəm. Yəni biləsən. Bir dəqiqə, axıra deyir. Ona görə bu sağlığı içirəm. Yaxşı, belə dastoynu, hörmətli oğlanların sağlığına qurban olun özünüzə götürməyin. Öpürəm. Ha. Ha. Giz gelirsen giz de gideceksin. Gidəyəm. Şoşi, ayaq üstəsən bir dəyə xiyarı verəcəm. Şami, mende 16.500 pul kalıptı. Sende ne kadar kalıp? Ne kadar kalır? Hele utanmaz sual verirsen. 300 dolar pulum kalmıştı. Ona dedin ki ver sahip ol, aç santa. Mesela pul kurtardı. Evet. Özde diyen görüm 16.500 niye kalıp sende? Ha? Ne Demedin ki o 35 binin 5 binin harcayaq, Ha. 30 binin saxlayaq. Ha? Ha. Demedin. Ben neter olur ha. Ay, bu neter adamdı ha. Ay, birinci gedib şirini çıxardardık, bir 30 bini verip. Ondan sonra elimizde kalan pullardan gedib şerlenərdik de çoşu. Yerine ben harcayırıq. Bu şıldır başa denen de ha. Ne? Götürüp ben için çay zakaz ediyor. Buyur. Cic beser. Özün 300 dolar afisiyanda pulu verirsən gözlə görsənmir. Mən bir larım gözlə görsənir. Ha. O ne çay ediyoruz ha? Buz kimi dua içmişəm. Dişlərim gizilliyə. Kız gələndə dedi ki aisti, dedin ki hə. Aisti olsun. Və mən də dedim isti də, isti buz kimiydi də bu. Ay tupoy, aisti, aisti. Və mən də deyirəm isti dedim, buz kimiydi, buz Ay, kimiydi. deyəm dəqiqə, Şoşu. Hələ deyir ha isti. Hə, eşqəsi. Mən sizə dedim ki, bu bədxəşlik eləmin. Çaxıra mağıra pul xəşləməyin. Pulun dəyəri öləcək. Bax gördünüz pul yoxa çıxdı. Bax buna görə tam. Bu kurugun değişir, nağarıb neyini, bu niye belə çönüb ha şoşu? Hə, pahalı adamlar var. 4 tane 5 litrlik çaxırı alan mən idim, sən idin. Nətər almayım? Gördüm qoca arvadda oturub yazıqdır, çaxır satır. Bu qocaları da kömək eləmək lazımdır, əl tutmaq lazımdır. Məcbur pul verdim altından. Bir dakika dayanın. 3 binden kazinoya girip 30 binden çıkan oğlan yine de eləyər. Ben gittim yarım saatten sonra gözlüğün 35-40 binden kaydacağım.